İndi oxuyanlar ki var, hamısının onların Şəbnəm hamısından üstündür. Gözəl səsi var, zil səsi var. Zildir. Amma yox. Zil oxuya bilirsiniz onu? Ay qardaş, zil pırçom öz zillə ham oxur zili. Şəbnəm zil oxur. Hacı Babanın bu boyda səsi var. O başqa məsələ. Bayağı mahnılarla hansı gündən oxuyan o, nə bilim, kimi deyirsiniz bilmərəm. Bəzi müğənnilər özlərini şişirir. Bayağı mahnı Oxuyan var, gəlir, dediği Efrat Oli. Bayağı mahnı dediği Eflatun Kuba da okuyor o mahnını. Hansı mahnı? Şirişindanı. O qəşəkdir, o başqa bir mahnı var. Nə deyirsiniz, nə bilim, bilmirəm. Ne? Sən Sen gele. Ha, nədir, nə mahnıdır? Gece bir Nə? gece. O vaxtda mahnı var. benim mahnı var. Zəngi. Mahnı deyil, bu bayağı mahnılardır. Mən sən onda razı Reşat Qarayev deyiləm. mahnı Mən razı oxuyub deyiləm. soxuyor. Yaşat nə mahnıdır, nədir sən bu qara qızı? Sen Şebnem Kovuzlu'dan zayıf okuyorsun. Yox, qətiyyən. Bu Namik niye böyle düşünüyor? Nami gözünə gülür. Yox, mən olan deyirəm. Onda Aşıq Mübarək səndən 100 dəfə yaxşı ifadə edir. Nədə? Sən elə sazda da, bəli. Yox, şouda ola bilər, amma sənətdə Namiq sənətkardır. Nə Fəzail aşıq deyil, nə mən aşıq deyiləm. O dediğin adamlar, heç aşıq bilsən kimdir? Aşıq Zülfiyədir, aşıq Əlidir, Samirədir, aşıq Ulduzdur, aşıq Əhliman, ay qardaş, deyim də, aşıq saz salıb oxuyana deyirlər. Kelli aşıqdır. Aşıqdır, bəli. Ulduz xanım onların hamısının şahıdır. Zülfiyə xanım aşıq qadınların içində ən öndə olan bir parla, pik zirvədir. Solmaz xanım Kösayeva. Amma sola ifası ayrıdır. Yəni Fəzail gözəl saz ifası, şirin saz çalır. Ölkənin bir nömrəli aşıq ifaçısı kişi və Aşıq qadın. Əlidir. Kişi, qadın. Qadınlardan da dünya səhnəsinə çıxırlar, həm dövlətimiz də dəstəkləyir. Samirə ilə Əlidir, amma Amma Zülfiyə də gedib də ustadlıqda Ulduz xanımdır. Sazı da bütün dünyaya sevdirən Aşıq Zülfiyədir.